Şeylərin bir neçə qrupa aid eləmək olar ki, bunlardan məsələn yüksək qiymətləri olan xaricdə təhsil üçün xüsusi proqramla fəaliyyət göstərən liseylər var. Təbii ki, özəl liseylər. Əhalinin büdcəsinə uyğun olan, həm yerli, həm də xarici universitetlər üçün o istiqamətdə fəaliyyət göstərən deməli liseylər var. Bir də Elm Təhsil Nazirliyinin tabeliyində olan liseylər var. Məsələn, mən hesab eləmirəm ki, bu liseylər bizim orta təhsil müəssisələri arasında bərabərsizlik yarada bilər. Bu mümkün deyil ona görə ki, məsələn, bizim Elm Təhsil Nazirliyinin tabeliyində olan məktəb liseylərlə təxminən Azərbaycanda fəaliyyət göstərən ödənişi 10.000-ə yaxın və yaxud da 10.000 üzərində olan liseylərin təxminən proqramları eynidir. Bəzi liseylər var ki, bunlar istisnadır, çünki onların deyək ki, ödənişi təxminən 50.000 və 50.000 üzərində olan liseylərdir ki, onlar birbaşa xaricdə təhsil üçün və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və xarici vətəndaşların evladlarına tədris keçirlər. O cümlədən də Azərbaycanda yüksək ranglı, çox imkanlı şəxslərin evladlarına tədris keçirlər. Hansı ki, onlar artıq özləri üçün hədəfləyiblər ki, xarici universitetlərdə təhsil alacaqlar. Qaldı ki, yəni bizdə bu sosial bərabərsizlik məsələsinə gəlib çıxa bilərmi? Mən düşünmürəm. Çünki bizim artıq bilirsiniz, son vaxtlar bir neçə regionda və o cümlədən də Bakı şəhərində məktəblərimizi artıq təmayülləşmə istiqamətində formalaşdırırlar. Bu həm repetitorluğun qarşısını almaq məqsədi ilə qurulur, həm də deyək ki, tabeliyində olan deməli müəllimlərin yüksək peşəkarlığı, savadı, biliyi, yəni həm də o məktəbin nəticələrinin 100% nəticə göstərməsinə hesablanıb. O baxımdan mən düşünmürəm ki, bugün ümumi təhsil məktəbləri və yaxud da ki, Elm Təhsil Nazirliyinin tabeliyində olan məktəb liseylər deyək ki, bizim deməli özəl təhsil müəssisələrində rəqabətdə uduzurlar. Mən bu cür hesab eləmirəm və düşünürəm ki, bundan sonraki bu təmayülləşmə proqramı başa çatdırılsa, daha yaxşı nəticələr əldə etmə imkanları yaranacaq.